Ala biləcəyiniz likid ənliklər. Çox sevərək istifadə etdiyim Top Face'in ənlikləri qiyməti münasibdir, qalıcılığı və pigmentasiyası çox yüksəkdir. Qeyd edeyim ki, axtardığınız bütün ənlikləri Top Face'dən tapa bilərsiniz. Ən sevdiyim özəlliyi isə rəng çeşidlərinin bu qədər çox olmasıdır. Rənglərini belə yaxından göstərim sizə. 003, 005 və 003. İkinci olaraq isə Hoppanın bu tintləridir. Bu məhsulu mən üçü birində adlandırıram. Həm yanağa, həm dodağa, həm də göz üstü ten olaraq istifadə edə bilərsiniz. Çox rahatlıqla yayılır və pigmentasiyaları çox yaxşıdır. Yayda əlimdən yerə qoymadığım L'Oreal'ın bu ənliyi qızlar, içərisində xırda-xırda simlər var deyə üzə çox qəşəng parlaqlıq verir, yansıması çox xoşuma gəlir, bronz dəriyə də çox qəşəng yaraşır. Tələbəlik illərimdə məni qətiyyən tək qoymayan Epion'un bu ənliyi qızlar, pigmentasiyası çox yaxşıdır və üzə o qədər gözəl bir canlılıq verir, parlaqlıq verir. O görüntü mənim çox xoşuma gəlirdi. Rəngi də belədir. Hollanın bu ənliyini sizinlə bölüşəndə çox linçlənmişdim bəzi xanımlar tərəfindən ki, pigmentasiyası o qədər yaxşı deyil, yalandan tərifləyirsən, amma mən qətiyyən elə düşünmürəm. Pigmentasiyası çox yaxşıdır, qalıcılığı da çox qəşəngdir. Çox sevərək də istifadə edirəm. Rəngi də belədir. Və son olaraq isə çox sevərək istifadə etdiyim Nars'ın likid ənliyi. İçərisində xırda-xırda simlər var. İstifadə etmədən öncə yaxşıca qarışdırmalısınız. Pigmentasiyası çox qəşəngdir. Qalıcılığını da çox bəyənirəm. Rəngi də belədir. Yəni istəyə uyğun pigmentasiyasını artıra bilərsiniz. Bu cür faydalı videoların davamı üçün məni izləməyi unutma.